toyunda oxuyuramsa Allah'ın olsun ben sınamışam. Hə. Ya oğlu olur ya kızı. Ya düz de. Gülməm. Ha, üzüm ölüb deyəm, sən el düz deyil. Mənim öz dayımın toyunda oxudu. Toydan sonra dayım arvadı yorğun idi, o kadar oynamışdı tabanı üstə. Yatdı, dayım özü boylu olubdu. Əlan dayımın 8.000 aydı. Özü ekiz doğacaq. Düz deyil, düz deyil. Bağışla müəllim, sənə qurban olum mən. Deyəm ki, sən ki belə itminanla mütməyin danışıysan, belə qəşəng danışıysan. Deyəm ki, toydan sonra nağarıya özün gedirsən gəlinin yanına, hə? Belə çox belə şey danışıysan, deyirsən ki, ya oğlu olur ya qızı. Ben ne olacaktı? Ben deve kuşu zat olacaktı. Mesela öküz doğuylar o bursalar. Ha? Diyem ki müəllim bağışla ya. Diyem ki bizim o qohumların birinin o sünnet toydu balasının. O kestiripler o çiçeği toydu. Ha. Sağ ol. Bizimki de sizinkilerin içinde. Diyem ki bunu indi gelip sünnet toyunda okusun. O yaralı yerden təzdən düşəri çıxıb. O sünnet toyunda necə olur? Onu da bir mənə deyəsən, sənə qurban olum. Başvar, yeyim səni mən, yeyim. Yeyim səni, yeyim.